Yoxsa mənim də qarqa səsindən azğım gəlir. Bismillahirrahmanirrahim. Bütün yoldaşlara, sırdaşlara, hörmətli insanlara salam ərz edirəm. Mola Ali Aleyhisselamın doğum gününü, atalar gününü, atalara, sevən atalara öz növbəmdə təbrik ərz edirəm. Çox xoşluram ki, bir dənə hikmətlə başlayam o həzrətdən. O həzrətdən soruşurlar ki, ədalət yaxşıdır ya cud o, bəxşiş o, kərəm. Buyurur ki, yox, ədalət yaxşıdır. Bərain ki, əl-ədlu yəzəul umur məvazi'ha vəl-cudu yuxricu min cəhətəha ya min muzəha. Ədalət işləri öz yerinə qoyandır. Amma bağışlamaq və cud o kərəm işləri öz yerindən çıxardandır. Əl-ədlu saisun am vəl-cudu arizun xas. Ədalət bir kulli siyasət quzardır. Amma cud və kərəm bir dənə xas bir arizədir. Ərəzi bir şeydir, əsli və esenşal deyil. O əsasda ədalət cud و kərəmdən çox yuxarıdır. Mevlana da deyirdi ki, ey Əli ki cümlü əql و دیده‌ای شمه‌ای واگو از آنچه دیده‌ای از تو بر من تافت چون داری نشان میفشانی نور چون مه بی زبان. Yeri var ki, təşəkkür eləyək öz yurttaşlarımızdan, sırdaşlarımızdan ki, xoyun başına gələn hadisələrdə insafən yardım etdilər ürəkdən və kürəkdən, hər cürə öz ölkəmizə, öz məntəqəmizə sağ durdular. Ona görə yeri var ki, o əzizlərdən ki, bu yolda qədəmlər iyi götdülər, onlardan da təşəkkür eləyək. Nur surəsindən 15-ci ayədən 20-ci ayəyə qədər bizim öhdəmizə qoyulubdur ki, biz onun şərhinə baxaq. Amma necə ki, qabaqçı cələsələrdə də biz demişdik, o Türk-i İslami metodolojisi əsasında ən birinci budur ki, bir esenşal mətnə yaxınlaşmağına onu diqqətlə biz tərcümə eləyək. Öz dilimizdə tərcümə eləməliyik. Buyurur ki, Bismillahirrahmanirrahim, Ez tələqqəvnəhu biəlsinətikum. Çünki siz onu dillərinizə gətirdiniz. Onu, yəni o bohtana gedir. Bilirsiniz, bu ayələri ki, Aydötü də zəhmətin çəkdilər, ümumiyyətdə məsələyi bohtanı istəyir, bir dənə əxlaqi məsələdə möminlərin və müsəlmanların içindən götürsün. Bu rəzili əxlaqidən deyir, uzaq durun. O zaman ki, siz bunu dillərinizə gətirdiniz və təqulunə bi əfvahikum ma leysə ləkum bihi ilmun və ağızlarınıza o şeyləri danışdınız ki, ona elminiz yoxdur. Elm yoxunuzdur. Və təhsəbunəhu həyyinən. Belə işləri də çox əhəmiyyətsiz saydınız. Həyyinən əhəmiyyətsiz. Biz nə olacaq? Bir quruhu yığışdı, Ayşəni ki, yuxuya qalmışdı ya boyunbağı itmişdi. Karvandan dalı qalmışdı, keçidirlər, gətirirlər karvanın içinə.
İnnellezine ca'u bil efk usbatun minhum. Usbə ərəbidə yəni bir çirik, bir gruh sazmandeyi şudə fədai ki, bunların işləri der vaqa totağa qurmaq. Bunlar fौरən girirlər meydana və bir dənə iş görsünlər Ayşənin barəsində. Sure-i Nur در həqiqət bəraət Ayşədir demək olar. Peyğəmbərin bir dənə xanımlarına hökm təbriə sadir eləyir. Ki bu xanım çox münezzeh və təmiz xanımdır. Bu əsasda deyir ki, siz bunu çox əhəmiyyətsiz bildiniz ki, fौरən dediniz ki, o 2 nəfər ki, bunu cəhdi karvan içinə, bunlar ondan rabitəyi naməşru ola bilərdi. Və huvə indəllah əzim. Halbuki bohtan Allahın yanında böyükdür, böyük bir işdir. Və ləvla iz səmi'tumuhu qultum. Aydətü Sedqi ənvai ləvlanı qəşək tozih verdilər. Bu ləvlay imtinai əlbəttə orada şərtidir da, o ləv hərfi şərt-i qeyri cazimələrdəndir. La gəlib onu izafə olub. Bəzi nəhvilər də onu hərfi şərt-i qeyri cazimi mürəkkəb tanırlar. Ləvla iz səmi'tumuhu qultum. Nə olardı kaş ki siz onu eşitdiyiniz zaman qultum ma yakunu lana an netekellem bihaza. Eşitdiyiniz zaman deyərdiniz bu barədə danışmaq bizə yaraşmaz. Bax, sizin elminiz yoxdur bir şey. Niyə gərək bu sahədə siz izhar nəzər eləyərdiniz? Gərək danışmayaq. Əcəba. Subhanək. Əcəba haza buhtanun əzim. Bu bir böyük buhtandır. Yəizikumullahu ən təudu limeslihi əbədən. Əgər iman gətirmirsiniz, Allah sizə öyüd verir. Vəz, öyüd, nəsihət. Ən təudu limeslihi əbədən. Daha amandır buna oxşar işlərə qeydəsiniz. Bu işləri görməyəsiniz. İn kuntum müminin. Siz əgər mömin olsaz. Və yubəyyinullahu ləkumul ayat vəllahu alimun həkim. Allah sizin üçün ayələrini açıqlayır. Ayə burada, yəni bilmədiyiniz şeyləri yaymağın yasaq olması bir dənə ayədir. Ayənin mənisi budur ki, siz bir şey ki bilmirsiniz, ona elm və əhatəz yoxdur, onu yaymayasınız. Yaymaq ona bir dənə yasaqdır, bunu Qur'an bir dənə ayə unvanında gətirir. Ona görə Allah sizin üçün ayələrini açıqlayır və Allah Əlimun həkim, hər şeyi biləndir, hikmət sahibidir. İnnellezine yuhibbun en teşi'el fahişetu fillezine amenu. Onlar ki sevirlər çirkin şeyləri, çirkin işləri möminlərin arasında yayalar. Ləhum əzabun əlim fid-dunya vəl-axirə. Onlar dünyada, axirətdə şiddətli, onlar üçün şiddətli əzab vardır. Vallahu ya'lemu. Allah bilir və entum la ta'lemun. Amma siz bilmirsiniz. Və ləvla fəzlullahu aleykum və rəhmətuhu və ennəllâhe rəufun rəhim. Allahın fəzli, lütfü, mərhəməti sizlərə olmasaydı, halınız necə olardı? Şübhəsiz Allah şəfəqətlidir, rəhmlidir. Mən xoşlayıram ki, şərhin başlanmasını Məqalat-ı Şəmsidən bir qıssaca bir nağıl ilə başlayam. Şəms orada gətirir, bir dənə bir cübüt var idi, bir Yəhudi var idi. Bu, bərən ki, müsəlmanların içinə girsin və müsəlmanlar parçalasın, gəlmişdir, Quran hifziləmişdir. Hafızı Qur'anıdır. Hafızı Qur'anıdır, xəlifələrin də zamanında bir dənə böyük bir cayqaha əl tapmışdı. Ta nəhayətdə xəlifə bunun əlini oxuyur və bunu işdən qırağa qoyur. Orada Şəms bu nağılı gətirəndən sonra bu cümləni işlədir. Deyir ki,
آنچه تو را برهاند بنده خداست نه نبشته مجرد. Axı bu sirf yazı səni qurtara bilməz. O ki sənə fəlah gətirə bilər, nəcat gətirə bilər, Allahın bəndəsidir. O vəlidir ki, sən gərək əlindən tuta və səni apara bilməsirdə. Yoxsa quru bir yazıdan sənə qurtuluş ola bilməz. Mevlana da deyir, çون به نزدیک ولی الله رسد آن زبان صد گزش کوتاه شود. شمس deyir ki, من اتبع السواد فقط زل. Səvad yəni yazı. Kim yazıdan təbəyyət elədi, boyun əydi ona, azdı, çaşdı. شب قدر را پنهان کردن در میان شبها. قدر gecəsini gecələrin arasında gizlədiblər. Bəndə-i Xuda را پنهان کردن در میان مدعیان. Müddəilərin içində də o Allah bəndəsi ki, risaləti vardı səni qurtarsın, onu onların içində gizlədiblər. Əzizlər, Nur surəsi demək olar 24-cü surə hesablanır Quranda. Mədəni surədir. Ona görə ki, buna Nur ad veriblər ki, bu surədə 7 dəfəyə yaxın Nur kələməsi gəlir. Bunun ilə 5 dəfəsi Nur ayəsində gəlibdir. O məruf Nur ayəsi ki vardı Quranda və bir ali təmsildir Allahın öz barəsindəki.